Xoş gördük əziz izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, Masazırda belə bir gözəl yerdə, düz asfaltın qırağında, Tamustor marketin üstündə, düz asfaltın qırağında belə bir gözəl 5 sotun içində 8 otaq bir evimiz satışa çıxıb. Çəkib göstərirəm sizə də. Qabaqdan da marşrut gəlir. Yəni çoxlarınız deyirsiniz şəxsi ev, şəxsi ev, şəxsi ev. Bu da yəni şəxsi ev. İkinci evimizi də sizin tanış edeyim. Demək evimizin giriş hissəsi budur. Evimizin üz görünüşü budur. Evimiz 2 mərtəbədir. 8 otaq, 2 mərtəbə, 300 kvadrat. Sadəcə olaraq evimiz yaşayış olmayıb deyə evimiz baxımsızdır. Yəni həyət, baca, qırılan, dağılan, orada daşlar atıb. Yəni belə bir gözəl 8 otaq, 300 kvadrat evdir. Bir də qeyd edeyim əziz izləyicilərimiz. Demək qazı, suyu, mərkəzi kanalizasiya sistemi hamısı qaydasındadır. Kombi sistemi, kuxna mebeli. Yəni yaşayış evi olub da, belə deyim. Tam yaşayış evi olub. Burada belə bir məsələ var. Biz bu evin sadəcə olaraq satışa çıxartdılar deyə. Deyim sizə bu evi nə cürünə biz vermişik. Demək bu evi 5 otaq yuxarıdadır. Bax qapısı da buradan girişi də addelindir. Bax belə bir girişli addelindir. 5 otaq ikinci mərtəbədədir. Bax ikinci mərtəbədə girdik, böyük bir koridorumuzdur. Yəni şəxsi evdir. Bax belə yerləri var əziz izləyicilər. Baba aboylar zatlar atıb, o da baxımsızlıqdan atıb. Bax belə. Bu bir otaq. Buradan keçdik. Sol tərəfdə böyük bir kuxnası. Bütün pəncərələrdə hamısı öz həyətinə baxır. Bu kuxnadır, bir otaq çəkdik. Bu kuxnadır, bu da böyük bir zaldır. Həqiqətən də çox böyükdür da yəni zal. Yoxdursa zal bir 40 kvadrat var. 35-40 kvadrat rahat var, yoxdursa zalı. Bu bir otağı buradan keçdik. Hamam otağı qeyd edeyim. Aşağıda da var, yuxarıda da var. Bu da yenə də böyük bir otaqdır. Bu cürlə. Tavandan belə çəkib göstərirəm ki, aydın görəsiniz. Hardasa bir 25 kvadrat, bir 20 kvadratda bu otaqdır. Demək yuxarıda bir kuxna, hamam, 5 dənə də yataq otağı var. Bu da ikinci, üçüncü, dördüncü yataq otağı. Qeyd edim əziz izləyicilərimiz, biz bu evi 400 manata yuxarını, 300 manata aşağı hissəni vermişdik kiraya. Bu da axırıncı otağımız, 5-ci otaq. Belə məsələn stoplardır, lamışqalardır, yəni kvartirə qalan ev olub da, belə deyim. Bunların hamısını dəyişdirmək lazımdır. Aboyları göstərdim, onları yerinə bərpa eləmək lazımdır. Keçək indi sizə mən göstərim burada ikinci mərtəbə, birinci mərtəbəsini göstərim. Sadəcə olaraq bir balaca buna yaxşı əl gəzdirmək lazımdır. Əgər olsa yuxarı 400 manat, yəni şəxsən özüm vermişəm kiraya. Aşağı 300 manata. İndi keçək aşağını da çəkib göstərim. Bax burada evlərimizin darvazası yan-yanadır. Bax bu da buna aiddir. Bu da addelini kiraya verdikləri üçün birinci mərtəbəyə düşür. Evimizdə belə hissələrdir. Qırılıb, dağılıb, tökülüb. Yəni baxılmayıb da. Baxımsızdır. Kombi sistemi hər bir şey qaydasındadır. Bu da bizim birinci mərtəbəmizdir. Bax birinci mərtəbədə burada baxımsızlıqdan şoranlanıb, tökülüb belə. Yəni bunların hamısına əl gəzdirmək lazımdır. Belə çəkib göstərirəm ki sizə. Yəni görəsiz. Bu birinci mərtəbəmiz belə bir böyük torpağın, evin torpağı da
evin arxasındadır. Bax buradan gəldik. Bax burada hamam otağıdır, qaranlıqdır. İndi yaxşı bəlkə də düşər düşməz. Demək, qonaq otağı, hamam otağıdır. Burada kuxnasıdır. Burada böyük bir zalıdır. Hardasa bir 25-30 kvadrat. Bax əziz izləyicilər, belə şeyləri əl gəzilməyib deyə bu sıvaq çarxıdır. Bax, tökülür, eləyir. Sadəcə olaraq əl gəzib düzəltmək lazımdır. Bax, belə böyük şəxsi, belə böyük, geniş bir evdir. Yenə də qeyd edirəm əziz izləyicilərimizin 5 sotun içindədir. Torpağımızın çıxarışı evin texpasportu. Yəni ikisi də qaydasındadır. Birbaşa asan xidmət alqı-satqı. Bu da bizim lap böyük bir otağımız. Bəlkə də deyərəm sizə 50 kvadrat. Ən azından 50 kvadrat. Çox böyükdür. Sadəcə olaraq aboy bax buradan belə qopub, kiraya qalıb deyə, yəni baxımsız olub da belə deyim. Bütün pəncərələrdə işıqlı evdir. Hamısı öz həyətinə baxır. Bir balaca əl gəzdirsəz, yəni 400 manata yuxarını, 300 manata aşağını həmişə kirayədə olub bu ev. Demək, axırıncı otağı da çəkim. Bu da bizim axırıncı otağımız. Bu da hardasa 35-40 kvadrat. Çox böyük evdir. Alt, üst 300 kvadratdır. 300 kvadratında hamısı texpasportda, kupçada göstərilir. Buradan da birinci mərtəbədən də çıxırıq həyətə. Bax, belə bir həyətimiz var. Həyətimizdə məsələ, bax, o zaboru bərpa eləmək lazımdır. Zabor baxımsızlıqdan uçur, eləyir. Bax, belə şeylərini. Başqa tərtəmiz, gül kimi, bütün sənədləri qaydasında 2 mərtəbəli evdir. Evimizin qiyməti 122 min manatdır. Yəqin ki 2000 də oradan keçəcək bir qiymətdir. Evimizin 120 min manat son qiymətidir. Bax, yenə də qeyd edelim. Burada ad delindir. Buradan düşdünüz. Burada 3 otaq, hamam, tualet. Yəni buranı da kiraya verə bilərsiniz. Buranın da girişi, çıxışı ev sahibi el eləyib ki, ad delindir. Yəni üst qonşu alt qonşunu görmür. Amma eyni həyətdir, eyni kupçadadır. Demək, əziz izləyicilərimiz, düz marşrut yolunun, asfalt yolunun üstündə. Marşrutu da çəkib qeyd eləmişəm. Yəni həyətinizdən çıxdın asfalt. Mərkəz kanalizasiya sistemləri hamısı qaydasındadır. Bu da bizim asfalt, bu da bizim marşrut yolu. Tam üstü da buradan gəlir. Düz 2-ci 525-in yolundan. Sağ olun, var olun, Allaha əmanət olun. Evimizin də qiyməti 122 min manat. 300 kvadrat, 8 otaq.